Peyğəmbərimizdən də hədis buyurur: "Əfzalu a'malu ümmeti intizarul fərəc." Ümmətimin ən üstün əməli zuhuru, qurtuluşu gözləməkdir. Bugün 12-ci imamın doğum günüdür. Pərdə arxasında olan imam və onun doğum günündə bu hədisi bir daha xatırladıram ki, Peyğəmbər buyurur ki, adamlar çox əməl edir də. Çox əməl edirik, namaz qılırıq, oruç tuturuq, ibadət edirik. Bunların içində maraqlıdır da, ən fəzilətlisi hansıdır? Peyğəmbər buyurur ki, mənim övladımın, 12-ci imamın zuhurunu, fərəci gözləmək əməllərin ən üstünüdür. Ümmətimin əməllərinin ən üstünü budur. Özə fikir verirsiniz ki, intizar bir halda axı gözləyirəm. Amma Peyğəmbər ona əməl deyir. Demir, ən yaxşı halı. Deyir, ümmətimin ən gözəl əməli, ən üstün əməli. Çünki gözləmək elə bir haldır ki, adamı əmələ vadar etməlidir, həqiqi gözləyənsənsə. Doğrudan da intizar çəkirsənsə, görünmədi ki, bir insan birini arzulasın, onun üçün çalışmasın. Elə bir şey olmur. İntizarın mənası budur ki, yəni dünyanın mövcud durumundan narahatam, narazıyam, istəmirəm belə olsun və biləsən ki, gələcək səndən asılıdır. Buna deyirlər intizar. Gələcəyi sən, mən quracaq. Bu böyük bir fəlsəfədir. Özə bu elə belə böyütmək, şişirtmək deyil. Hər bir insan bəşəriyyətin taleyində hər bir imam zaman gözləyən öz rolunu ifa eləyə bilər.